Hamınıza salam dostlar, mən Fatimə. Bugün sizinlə bərabər çərşənbə vloguma baxacağıq. Amma mən videonu etməyə başlayanda görürəm ki, videonun başlanğıcı yoxdur. Ona görə də, yəni belə deyim, videonun bəlkə demişəm, bəlkə deməmişəm. Çərşənbə günü oruçluyam, oruçlu olmuşam. Bunu da demək istədim buradan. İndi keçirsiniz videonun geri qalanına baxın, sonra indi mən gedim bitirişini çəkim videonun. Deməli, indi sizə bir şey duyurmalıyam. Çünki bunu sizə deməmiş eləyə bilmərəm. Deməli, keçən dəfə yorumlarıma baxırdım. Gördüm ki, bir dənə qız yazıb ki, xahiş edirəm, neçə vaxt izləyiciyəm, hayranım. Nə olur adımı çək. Və bu da mənim çox ilgimi çəkdi. Çünki həqiqətən onu da söz vermişəm ki, sual-cavab videomda sənin adını çəkəcəm. Ona görə də burada çəkmirəm. Və indi də sizdə demək istəyirəm. Kim istəyir mənim bu videonun yorumlarına ya da ki sual-cavab yorumlarına yazsın. Çünki ikisinə də baxacağım. Bu videodan sonra, bu videonu attığımdan sonra, yəni bu həftənin 6-cı günü yox, gələn həftənin 1-ci günü atacağım videoda oxuyacağım adları. Yəni istəyən yazsın bu arada. Məni tanıyanlar da adlarını bildiklərimdə yazsa çox sevinirəm. Amma xahiş edirəm adlarınızı, soyadlarınızı bir yerdə yazarsınız. Bir də ki başqa bir videoda başqa bir şey deyəcəm. Amma ki hələ ki adınızı yazın. Sizdən xahişimdir bu. Bir video daha silinib, onu da indi buradan deməliyəm. Deməli, indi izləyəcəyiniz videoda əlaqəsiz olmasın deyə bu arada normalda silə də bilərdim. Sual-cavab videosunu siz izləmişsiniz. Amma ki, yenə də deyirəm. İndi sual-cavab videosunda məndən soruşulan sualları yazacağım. Əvvəlcədən sualları da yazmışam, amma indi məndən soruşulan sualları yazmağa keçid eləyirik. 1, 2, 3. Bunları mən bu arada əvvəlcədən yazmışam. İndi sonradan soruşulan sualları yazacağım. Bu arada hardan baxacağım? Bacımın köhnə telefonuna. Saatımın bir dənə qarışımını düzəldim. Elə başlayacağım. Deməli. YouTube. Baxım görün bacımın aboneliklərində varam mı? Yəni hər an çıxmış ola bilər bu arada. Açılmır. Açılmır. Bu arada səs üçün çox üzr istəyirəm. Bacım onlayn dərsdədir, yəni onun səsi gələ bilər. Sonra yorumlara yazmayın ki, arxada gələn səs nədir? Mən sakit dururam. Ona görə də arxadan çox səs gələ bilər. Deməli, baxaq aboneliklərinə, baxaq bacımın aboneliklərinə. Biraz çalışım ki, sizdən həmişə danışım. Buna görə də biraz əslində şey eləyirəm. Yəni, ona görə də düşünürəm ki, çox səsi gəlməz. Amma bacım, yəni, dərsə qulaq asır orada. Bu açılsın, sonra mən sizi yeni açarım. Sözün düzü 3-4 dənə belə kəsmişim, bunu bilmirəm çatacaqmı, çatmayacaqmı bu arada açıldı. Yəni 3-4 dənə kağız var, onları şey eləmişəm, yəni belə də kəsmişəm. İndi nədir onun adı? Şey yazaq, sualları yazaq. Bu arada mən keçən dəfə dünən falan oturdum, birazını yazdım, biraz da özümdən suallar əlavə elədim ki, çox az çıxmasın. Amma ki, yeni izləyicilərim, yenə də mərak elədiyiniz, yəni dediniz ki, tutam ki, mən orada qeyd eləmədiyim suallar olsa, birinci sual-cavab videosuna baxa bilərsiniz. Orada daha net hər şeyi demişəm. Ən sevdiyin yeməyi keçən dəfə yazmışam. Ən sevdiyin aktivitə qalıb. Ən sevdiyin aktivitə. Burada xəttim 2 gündədir, yəni ona görə də sizə xəttimi göstərməyəcəm. Bəli. Deməli. Ataq suallarımızın içinə belə altını da qoymağa belə bir kitab qoyaq. Seni seçdim Pikachu. Ən sevdiyim maşın markası, bu suala bayılmışdım. Ən sevdiyin maşın markası. Burada bir adam yazıb ki, neçə əmin uşaqları var və adları.
Sözün düzü mən adlarını deməyəcəm. Zaten siz orada da görəcəksiniz ki, mən adlarını verməmişəm. Çünki yəni bu onların şəxsi məlumatlarıdır. Ona görə də onu məncə yəni özlərinin rızası olmadan burada paylaşmaq sözün düzü birazcıq qəribə çıxar. Zaten yazan da bibimdir bu arada mənim. Yəni əmmim uşaqlarının anası, yəni əmmimin yoldaşı. Mən tanıdım adını, soyadını, amma ki yenə də bibi çox üzr istəyirəm, amma qızların adını deyə bilməyəcəm. Çünki burada ülviyə bibimi deyirəm. Çünki bu onların şəxsi məlumatıdır və mən bu qədər insanın içində onların öz adlarını deyə bilməyəcəm. Yenə də öpürəm əmim qızlarını və əmmimin yoldaşını, yəni bibimi. Orada biz əmmimizin yoldaşına bibi deyirik. Siz nə deyirsiniz? Bunun bu eyni boyda değil de. Değil. Yəni bu arada YouTuber olmağı insanlar çox asan bilir, amma ki xeyr, asan deyil. Çünki yəni mən belə arada video çəkmək yadımdan çıxır. Ona görə də bu gün də mütləq video çəkməliyəm. Deyə belə bir enerji yükləndi. Bunu şey edəcəm, bacım dərsdən çıxana qədər dərsimi yazacağım. Ondan sonra da artıq nədir onun adım? Dərslərimdən sonra da sual-cavab videosuna keçəcəm inşallah. Yəni çünki 5-dən sonra deyəsən xalam gilə gedəcək və mənim kısıtlı zamanım var. Bayağı bir kısıtlı zamanım var. Çox uzun suallar yoxdur deyə düşünürəm. Bir söz deyim. Oruç tutanlar da mən oruç tuturam. Neçə yaşım var falan yazsa, həqiqətən mən də bilərəm ki, mənim izləyicilərimdən neçəsi oruç tutur. Mən tuturam və 9 gündür artıq tuturam. Əslində 11 gün, bugün Ramazanın 11-ci günüdür. Amma ki, bugün bu arada ayın tarixində deyim, ayın tarixi 11.03.2025'dir. Bunu da deyim, yəni sonra beyin qarışıqlığı olmasın. 11 gündür Ramazan gelib, amma mən 2 gün tutmamışam. Birində anam gəlib sahura qalxmadı, onu da tuta bilmədim. Çünki mən sahursuz, yəni çoxunuz əlbəttə ki, misaq deyir, amma mən sahur deyəcəm. Sahura durmamışdılar. Mən də sahursuz tuta bilmədiyim üçün tutmadım həmin vaxt. Bir də ki, keçən dəfə çox, yəni 8 gün dalbadala oruç tutdum və artıq dedim ki, bir gün heç olmasa belə tutmuyum. Belə mədəmə ziyafət verim, sonra yenə tutaram. Bugün də sahurda tost yedim, yəni imsakda tost yedim və sudan yanıram. Tost bu arada bacımın zakazıydı. Amma ki, yəni sudan yanıram. Yəni. Bu arada, yenə də sizə deyim. Sizcə belə videolarıma, yəni sizdən video önerisi almaq istəyirəm. Siz mənim izləyicimsiniz. Mən sizdən video önerisi almaq istəyirəm. Siz də daha çox hansı videolardan daha çox çəkim? Yəni bu sizin əlbəttə ki, maraq dairəvizdir. Çünki mən sizin üçün çəkirəm bu videoları. Yəni sizcə daha çox hansıları çəkim? Hansı videolarda daha çox olsun kanalımda? Bilirəm, challenge-ların davamı gələcək. Challenge-ları çox sevdiyinizi mən də bilirəm. Amma ki, mənim ən açıq ara, yəni ən çox izlənən uzun videom şey oldu, 8 Mart vlog oldu. 8 Mart günü paylaşdığım üçün də olmuş ola bilər. Amma ki, yəni o video həqiqətən çox izlənmişdi. Mən də yəni bilmirəm, artıq belə özəl günlərimi, ad günlərimi falan belə tez-tezmi paylaşım, bilmirəm. Bu il sizə söz vermişdim ki, ad günü vlogumu çəkəcəm. Yəni keçən il 31 iyun, amma çəkə bilmədim. Çünki biz tətildəydik onda və çox da belə şey keçirtmədik, amma Nabranda deyəsən tətil vlogum var. Bəli, var. Orada belə o video ad günündən 1-2 gün sonra olmalıdır. Yəni ona görə dedim ki, ad günü vlogumda məncə çəkməyə ehtiyac yoxdur. Çünki zaten hər gün eyni şeyləri eləyirdim. Sadəcə bir gün onda şey oldu ki, fərqli oldu ki, həmin gün belə bir ad günü havası var idi. Bunu da deyim ki, çox qəribə deyil, amma bunu da demək istəyirəm. Mənim bir xalamla ad günüm eyni günə düşür və biz də tətildə olanda xalam da oradaydı. Yəni ikimizin bir arada ad günü keçirmişik. Mən çox sevirəm elə günləri. Buradan da xalamı öpürəm.
Yaxşı ki varsınız, bütün xalalarım. Çünki bütün xalalarım məni izləyir. Yəni, ən böyük dəstəkçim demək olar ki, onlardır. Və hamısını da çox sevirəm. Tamam, bu qədər yetər. Çox şey eləməyim. Baxın, görürsünüz nə gözəl. Məncə artıq yəni siz də bezmişdiniz. Səs yazmaq, mahnıya qulaq asmaq. Artıq sizinlə söhbət eləyirəm. Neçə əmin uşağı var yazaq. Əmin uşağı var. Sual işarəsi. Deməli, başqa sual. Ən sevdiyin rəngi yazmışdım. Çox az sual var. Niyə bu qədər? Mən bir tane də özümdən girim baxım, amma deyəsən var idi məndə suallar. Yəni mən kanal sahibi olduğum üçün məndə daha net görünür. Girim baxım görüm. Daha çox var, yoxsa elə bu qədərdir. Bir dəqiqə sizə əlvida deməli olacağım. Səbən videomu açın. Sizcə mən, Fatimə, bu qədər çox kağız hazırladıqdan sonra 3 dənə sual yazmış mıdır? Yazıb. Bəli, yazıb. Allahdan ki, özümdə belə bir sürü hazırlamışdım. Amma biraz fikirləşim görüm başqa nə hazırlaya bilərəm. Bu arada bunu siz baxmış olacaqsınız. Yəni hamısı belədir, baxın, hamısı belədir. Hamısı belədir. Hamısı belə 4 gün kağızlardadır. Yəni riyaziyyat vərəqi. Bu isə A4 vərəqindədir. Niyə? Bunu zaten o videoda görmüşsünüz. Çünki bu başqa bir sualdır. Özəl bir sualdır. Özəl. Bilənlər yoruma yazsın. Yəni sual-cavab videomu baxanlar yoruma yazsın. Əslində belə olmalıdır. Bu arada mənə baxan şirin və gözəl insanlar. Deməli, əgər mən sizin qabağınıza 1-2 dəfə çıxmışamsa, deməli mən sizin ilginizi çəkmişəm və artıq siz mənə baxmısınız. Buna görə də yəni abunə olun, xahiş edirəm. Keçən 8 var vloguma nə qədər izlənib baxıram. 520 neçə izlənmə alıb. Əgər onların hamısı mənə abunə olsaydı, indi 600 neçə abunə olardı. Yox, 600 neçə yox. 500 neçə olardı. Refleks. Bacımın köhnə telefonu düşürdü. Amma refleks olaraq mən bunu yakaladım. Məndən uzaq. Amma indi xahiş edirəm videoya, kanala abunə olub, videoya like atıb, yorum yazıb, bildirişləri açın. Yəni bildirişlər ding dong artıq görürsünüz. Yəni təhlikdən ding dongu belə özüm deyirəm. Pis oldu. Neyse. Nasıl da az sual var? Mən gün göstərəndə də bu qədər idi. Yoxsa yerə falan düşüb bir ikisi. Çox az sual var. Çox azdır. Yox amma yaxşıdır. Ən sevdiyin kitab var. Niyə yazım başqa görə? Nə yazım? Bilmirəm ki. Neyse, yəni başqa sual ağlıma gəlsə zaten burada bir sürü vərəq var, onlara yazaram. Bağlayaq bunun ağzını. Bu arada bunu da deyim, yəni keçən videoma baxmamışsınızsa ya da sual-cavab videoma baxmamışsınızsa, bu mənə 8 yaşımda anamın hədiyəsi olub və hələ də saxlayıram. Bunu həmişə də saxlayacağam inşallah. Yəni çox sevirəm bunu. Niyə bilmirəm, amma çox sevirəm. Əgər bugün vaxtım qalsa biraz çıxıb çöldə Leona vaxt keçirmək istəyirəm. Çünki sonra video çəkirəm, çölə düşürəm və mənim belimə çıxır. Belimə çıxır. Həqiqətən bu pişikdə belə xəstəlik var. Belimə çıxır. Sizin də pişikləriniz belədir. Adam belinə çıxır. Yoxsa bir dənə məndədir. Adamın belinə çıxır. Və sər-sər,
Gözüm bunu danışmamış eləyə bilməyəcəm. Sadəcə indi ayaqqabımı bağlayıram da, əyilmişəm, belə durmuşam. Belə durmuşam da, ayaqqabımı bağlayıram. Necə siz eləyirsiniz? Bir gün belimə atlandı. Niyə? Bax, təsəvvür edin, bu mənim. Dunk eləyir, yəni niyə? Sizin belə olur. Burada, oradan müəllim səsi gəlir. Müəllim deyəndə, burada Azərbaycan dili müəllimim. Azərbaycan dili hazırlıq müəllimim də xalamdır. Mən də onlayn dərsə qoşulam. Hətta bugün də onlayn dərsim var. Kitab dəftəri aparmalıyam özümə. Nəysə, indi gətirim mən burada dəftər kitabımı töküm. Çünki 1-2 dənə dərsim var. Onları yazmalıyam. Bu arada sizin ürəyinizi çox sıxmaq istəmirəm. Ona görə də burada bitiririk. Yəni, dərs işlədiyim yerlər məndə çox maraqlı olmaz. Yəni, bu dərs vlog deyil. Burada saçım yağlıdır, amma yumayacam. Çünki şeydir, oraya gedəcək və orada tonqal qalayacaqlar. Ona görə də saçımı sonra hissi verməsin deyə. Nəysə, yəni bu qədər. Mən özüm dərslərimi yazdım. Sonra sizə yenə dönüş eləyəcəm. Aynı onda da əynim geyinəcəm. Deməli, ətəyim, tişörtüm və bu. Bu qədər. Giyinib göstərərəm. Bu arada çox da pis yox. Biraz pis xəbərim var. Çünki mən bugün də sualcavab videosunu çatdıra bilmədim. Bacım dərsdəydi. Mən burada dərs yazırdım. Sonra da dərsin üstünə qalxdım və direkt belə yəni eləyə bilməyəcəm. Amma siz muhtemelen sabah görərsiniz. Yəni sabah dediyim də ayın 12-si. Hələlik saçımı falan belə elədim. Slake band ellər. Qoxumu falan tapdım. Üstüm başım da belə oldu. Xanım gilə daha detallı göstərərəm. Buradan çıxan saç da məni bir təhər elədi. Neysə onu indi düzəldərəm. Yəni bu qədərəm. Evdən çıxandan sonra yerində sizə göstərərəm bu arada. Daha gəldik xanım gilə və iftara çox az qalıb. Və bir dənə sıxıntı var ki, iftar vaxtı mənim dərsim var. Yəni ki, yeməğimi yiyib sonra qoşularam. Çünki adam. Salam. Neyse. Mən yenə də sizə qıya bilmədim. Səs yazmayacaqdım. Əslində üstünə mahnı verəcəkdim. Sadəcə sonra dedim ki, yox, olmaz. Mən üstünə səs yazıram. Burada iftarı açıram. Çox sağ olsun xanım qızları biraz icazə verin video çəkməyimə. Amma sonra narahat olmayın. Mən bir təhər çəkirəm yenə də sizin üçün. Burada biraz supa eşəliyirəm, amma çox yemirəm. Sonra qalanın anam yeyir. Çünki mən belə yeyilməyə supları çox xoşlamıram. Yəni ətlə cəbəlləşirəm burada. Amma yəni iftardan sonra da sup yeyilməlidir deyə bilirəm. Yəni çünki daha yaxşı olur deyə düşünürəm. Ayda nə olmuş? Daşa qutarmadım. Nəysə. Hə, indi qutarır, gözləyin. Burada da xalam gel Novruz bayramına görə sürələrini çox qəşəng bəzəmişdilər. İstədim bunu da sizə göstərim. Çox şirindir, çox qəşəngdir. Çox möhtəşəmdir yəni. Mən bayıldım. Birlikten suda vodka veriyoruz abi. Benim videolarımdan maraklı yeri sizden olanlar diye farkındasınız. Yok geçme. Ölmeden yok geçme. Çatırık. Mevzumuzu yakıştırın Neyse, liftin çıxışında da ay kimi Anqranda dayılara tutulduq. Ama hiç de keyfimden ödün vermiyorum. Kimsə qatı. Nədir? Tongaldan daha yekə bir şeydir. Hədə həmişə bunlar yekə qalırlar. Bizdəkiler bu boyda. Bizdəkilər yer boyda. Buğur yaxına geçme, gel buradan bak. Video çəkirəm. Sen de girmem karımıza. Şiddet içeriyor. Videonun başlığına yazacağım ki dikkat şiddet içeriyor. Allah bela verməsin. Yazıqsan. Buğur gel buradan bakaq. Durun baksın diye barajı. Oysa belə bağlayandan sonra iş olmaz. Qalanıyla gəlib parka düşən insanlara xala qızları deyilir. Yavaş yıkılacaqsan. Ay Allah. Sen burada ne yiyeceksin? Oy ne şirinsin sen. Sen ne şirinsin. Atom balık yiyecek. Ha çok şirindi. Çok iyi değişik. Salam de, salam. Abone olun, like atın, yorum yazın, bildirişler açın. Belə dil açdı yani. Ayda mənim keçən dəfəki ayda anılarım yadıma düşdü. Sıra. Yeliyəcəkdəyim. Məni salla. Gəl, təzələ. Mənim həmişə uzanmışam, yerləşmirəm. Yavaş. Tamam. Biz onu sevdik. Evet.
Sugra məni uçurdacaq. Bacı sen biraz ağırlığın olsun. Bu nədir? Seni burada Elimdə telefon var yaxşı. Sansürləməyəcəm. Bunların məndən alıb vermədiyini də bilmirəm. Hamısı saçıma vurur. Oh deyərsən su. Ax mənim də ayağım yerə deyil. Ne edeyim? Yaxşı, mən biraz bunlarla cəbəlləşim, sonra yenə açaram. Gəlin birlikdə gedək. Orada bir dənə işıq vardı tonqalın yanında. O qədər bəyəndim. Böyle üzümə vurur. Qəşəngdir orada. Sugra da tutur məni dartır ama elimdə telefon var olmaz. Sugra. 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 Bunları hissləri qoydum. Sugra. Görürsünüz de mənə işgəncə ver. Gəlin tonqalın yanında. Video çəkməyə ana. Ay ana. Orada çəkib yandıracağım. Ana. Gəl deyim yandıracağım səni. Çok güzel ışık var. Yüzüm ne güzel pırsız görünür. Güzel storyler çekmiyorlar burada sınıfta. Ben daha kötü Gel buraya. İşte burada. Estetikli adına 2 dakika. Gel sen. Satır sende. Bakın bakın. Bunlar. Sugra, Sugra. İstiden şok ya. Şok ya. Şok ya. Sugra. Elime. Ay insan. Satışır sende. Arada bir tonumuz ver. Koca nene kim oldu ya bak bu. Sugra yaxşı. Satışırsan da ay Allah'ım yarabbim. Sugra yaxşı. Satışır ne baba sen de. Ay Sugra. Bunu bir sözün kaldırıp koyun ben köyün tepesine. Ben seçimden ama hiç ne? Ya ben sana. Nefes. Seçiyorum elimizi seçiyorum de. Sürüşürüm. Sürüşürüm. Ama korkuyorum. Sürüşürüm de ne kadar? Cehenneme bu. Telefonu atın sürüştü. Sugra sana bir de telefon veren. Bu yerlerin hamısına bakacaksınız. Hamısını da başına yazacağım ki Sugra falan iş görür. Sugra falan şey gör. Senin nazaret kaba ne oldu baybala? Beyaz onuydun. Telefon zaretka saklamır. Neyse eve giderim. Zaretkaya koyarım sonra çökerim. Şams yaxşı. Yani bu kadar. Biz tonqalda olanda xalalarım tortdan yeyiblər və mənə, yəni bizə də deməyiblər deyə bizim də xəbərimiz olmamışdı. Mən də belə biraz pis oldum. Niyə bilmirəm. Yəni belə duruxsundum biraz. Niyə bilmirəm. Xalalarım acaba beni saymadığı üçünmü acaba? Çarşamba vlogumun da sonuna gəldik. Bu arada çox təşəkkür edirəm. 60 abunəyə yaxınıq artıq. Bəlkə də bu videonu paylaşanda 60 abunə olacağam. Buradan yeni abunələrimi, köhnə abunələrimi hamınızı çox öpürəm. Onu da deyim ki, adlarını gələn videoda oxumağımı istəyənlər xahiş edirəm bu videonun altına bol yəni adlarını, soyadlarını yazsın ya da mənim haqqımda düşüncələrini yazsın. O insanların yorumlarını oxuyacağam. Yəni belə gələn videolarda görüşmək üzrə. Bye.